Salam, hörmətli izləyicilər. Dost TV nefrində yenidən xoş gördük hər birinizi. Dövlət Əmək Müfəttişliyi Xidməti ilə Dost TV-nin birgə layihəsi olan onlayn müfəttişi izləyirsiniz. Əmək hüquqlarınızla bağlı məlumatlı olmaq istəyirsinizsə, doğru yerdəsiz. Bugün də maraqlı mövzu ilə görüşünüzə gəlmişik. Azərbaycanda analığın mühafizəsi və qadın hüquqları barədə danışacağıq. Lakin öncə gəlin, ay ərzində xidmət tərəfindən görülən işlərlə bağlı hazırlanmış videoxronikanı birlikdə nəzər yetirək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyanın Global Financial Market Review beynəlxalq jurnalının Global Financial Market Review Awards 2025 müsabiqəsində uğur qazanıb. Müsabiqəyə xidmətin son bir ildəki fəaliyyəti və əmək və məşğulluq alt sistemi ilə bağlı məlumatlar təqdim edilib. Münsiflər heyəti qurumun fəaliyyət sahələrində aparılan islahatları, habelə elektron həllərin tətbiqi ilə bağlı son illərdə əldə etdiyi uğurlu təcrübəni yüksək dəyərləndirib. Dövlət Əmək Müfəttişliyi Xidməti ilin rəqəmsal innovasiyası və ilin ən yaxşı texnoloji həllər tənzimləyicisi nominasiyaları üzrə mükafatlara layiq görülüb. Dövlət Əmək Müfəttişliyi Xidmət tərəfindən Lənkəranda işə götürənlər üçün maarifləndirici tədbir keçirilib. Tədbir, qeyri-formal məşğulluğun qarşısının alınması və iş yerlərində əməyin mühafizəsi mövzularını əhatə edib. Tədbirdə xidmətin Lənkəran Astara regional şöbəsini əhatə edən rayonlar üzrə dövlət və özəl sektorlara aid müəssisə və təşkilatların nümayəndələri, Nazirliyin strukturuna daxil olan region üzrə digər qurumların, həmçinin ictimai birliklərin əməkdaşları iştirak ediblər. Görüş zamanı qonaqlara müvafiq mövzular üzrə milli qanunvericiliyin norma və tələbləri barədə ətraflı məlumat verilib. Yanvar ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan 1462 ərizə müvafiq qaydada araşdırılaraq cavablandırılıb. Bununla yanaşı xidmət tərəfindən 1601 sorğu və məktuba baxılıb. Xidmətin rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilən vətəndaşların sayı isə 1418 nəfər olub. Daxil olan müraciətlər daha çox ictimai iaşə, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, nəqliyyat, emal və digər sahələrə aid olub. Hər bir müraciətin qanunvericiliyin tələbləri əsasında cavablandırılması, sorğu xarakterli müraciətlərə cavabların verilməsi təmin edilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyəti ötən il 21 beynəlxalq mükafata layiq görülüb. Xidmət, əmək münasibətlərinin tənzimlənməsi və bu sahədə rəqəmsal həllərin tətbiqi, korporativ sosial məsuliyyətlilik, yaşıl həlləri dəstəkləyən fəaliyyət və təşəbbüslər üzrə fərqlənən qaliblər sırasında yer alıb. Bu istiqamətdə həyata keçirilən layihələr arasında Dövlət Əmək Müfəttişliyi Xidməti və Əmək Bazarı və Sosial Müdafiə məsələləri üzrə Milli Observatoriyanın birgə layihəsi olan Dost Müfəttiş xüsusi diqqət çəkib. Qeyd olunan məsələlərlə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev ASTV-yə müsahibəsində bildirib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva sonuncu sosial islahat paketinin icrası ilə bağlı görülən işlər barədə ASTV-yə ətraflı məlumat verib. Bildirib ki, sərəncam imzalandıqdan dərhal sonra xidmət tərəfindən minimum əmək haqqının artımı ilə bağlı geniş maarifləndirmə işlərinə başlanılıb. İlk növbədə əmək və məşğulluq alt sistemi vasitəsilə həm işə götürənlərin, həm də işçilərin elektron kabinetlərinə bildiriş xarakterli xəbərdarlıqlar yerləşdirilib. Eyni zamanda işə götürənlərə SMS xəbərdarlıqlar göndərilib. Bugünədək əmək müqavilələrinin böyük hissəsində artıq düzəlişlər edilib. Prosesə əmas üzərindən mütəmadi olaraq elektron nəzarət həyata keçirilir. Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyanın Acquisition International beynəlxalq jurnalının Business Excellence Awards 2025 müsabiqəsində uğur qazanıb. Xidmətin fəaliyyət sahələrində aparılan islahatların nailiyyətləri barədə təqdim olunan iş və Dost Müfəttiş layihəsinin işə götürənlərə qiymətləndirmə dəstəyi münsiflər heyəti tərəfindən yüksək qiymət alıb. Dövlət Əmək Müfəttişliyi Xidməti həmin beynəlxalq müsabiqədə əmək münasibətlərində bizneslərin inkişafına dəstək olan ilin ən yaxşı dövlət orqanı nominasiyası üzrə ali mükafata layiq görülüb. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İsmayıllıda işə götürənlər üçün maarifləndirici tədbir keçirilib. Tədbir iş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları, iş yerlərində əməyin mühafizəsi mövzularını əhatə edib. Tədbirdə xidmətin Dağlıq Şirvan regional şöbəsini əhatə edən rayonlar üzrə dövlət və özəl sektora aid müəssisə və təşkilatların nümayəndələri, Nazirliyin strukturuna daxil olan region üzrə digər qurumlarının, həmçinin ictimai birliklərin əməkdaşları iştirak ediblər.
Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin yanvar ayında vətəndaş müraciətlərini araşdırarkən işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 26 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub. Bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Həmin vəsaitin 82,8%-i əmək haqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənişlərdən ibarət olub. Müraciətlərin araşdırılması zamanı xidmət həmçinin iki işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində əmək bazarı və sosial müdafiə məsələləri üzrə Milli Observatoriyada dövlət və özəl sektordan daha bir qrup işəgötürənlə görüş keçirilib. Görüşdə Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Milli Observatoriyanın birgə dost müfəttiş layihəsinə dair təqdimat olub. İşəgötürənlərə layihənin əsas məqsədləri, müəssisələrə verəcəyi faydalar və layihənin tətbiq qaydaları barədə geniş məlumat verilib. Bildirilib ki, dost müfəttiş layihəsi ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsi, müəssisələrin mütərəqqi fəaliyyətinə dəstək olmaq və korporativ mühiti inkişaf etdirmək üçün nəzərdə tutulub. Layihənin əsas məqsədlərinə inzibati məsuliyyət risklərinin azaldılması, əmək qanunvericiliyinə əməl edilməsi istiqamətində preventiv tədbirlərin tətbiqi, əməyin mühafizəsi üzrə fəaliyyətin düzgün təşkili və insan resursları proseslərinin optimallaşdırılması, habelə əmək və məşğulluq alt sisteminin tətbiqi ilə bağlı texniki dəstək daxildir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan Muxtar Respublikasında filialı fəaliyyətə başlayıb. Filial Muxtar Respublikada işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər, onlara metodiki dəstək göstərəcək və bu sahələrdə təlimlər keçirəcək. Habelə mərkəzin nizamnaməsinə uyğun fəaliyyət istiqamətlərində işlər aparacaq. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında yaradılan bu bölmə mərkəzin ilk regional filialıdır. Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbər vəzifəli şəxsləri ilə Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin əməyin təhlükəsizliyi və sağlamlığı üzrə baş mütəxəssisi Darko Doçinski arasında onlayn görüş olub. Görüşdə bətlə yaxın dövrdə əməkdaşlıq üzrə prioritet istiqamətlər müzakirə edilib, ilkin təklif və ideyalar irəli sürülüb. Darko Doçinski qeyd edilən istiqamətlərdə əməkdaşlığın vacibliyini vurğulayaraq birgə layihələrə və təcrübə mübadiləsinə hazır olduqlarını bildirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Ağdaş rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağdaşda konfrans keçirilib. Konstitusiya və suverenlik ilinə həsr olunmuş əmək münasibətləri və məşğulluq, müasir çağırışlar və rəqəmsal həllər mövzusunda keçirilən konfransın gedişində iki panel müzakirəsi keçirilib. Əmək münasibətləri və məşğulluq sahəsində yeniliklər və perspektivlər mövzusunda keçirilən ilk paneldə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev və Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə spiker qismində çıxış edib, mövzu ilə bağlı sualları cavablandırıblar. Konfransın ikinci paneli layiqli əməyin təmini, rəqəmsal həllər və yeni iş imkanları mövzusunda olub. İlk olaraq Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti ilə bağlı təqdimatlar edilib. Daha sonra suallar cavablandırılıb. Tədbirdə həmçinin əmək münasibətləri, əməyin mühafizəsi və məşğulluğa dair videoçarxlar nümayiş olunub. İndi isə gəlin, onlayn müfəttiş layihəsi çərçivəsində qadınların əmək hüquqları ilə bağlı hazırlanmış videoçarxı izləyək. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə yol verilir. Burada xüsusi bir məsələ ondan ibarətdir ki, hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların özü, habelə uşaqlarının həyat və sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olmalı. Əmək hüquqlarınızı öyrənin və tələb edin. Efirimiz davam edir. Bildiyiniz kimi qarşıdan 8 mart Beynəlxalq Qadınlar Günü gəlir. Hörmətli əziz izləyicilər, xüsusilə də bizim xanım izləyicilərimiz, zərif cinsi nümayəndələri, sizləri qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu günləri biz Azərbaycanda analığın mühafizəsi və qadın hüquqları barədə danışacağıq. Elə mövzu ilə bağlı studiyamızın qonağı da
buradadır. Elə istərdim ki, onu təqdim eləyim. Bugünkü efirimizin qonağı Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Səlimə Quliyevadır. Səlimə xanım, salamlayırıq sizi, xoş gördük. Elə sizin də fürsətdən istifadə edib Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Çox sağ olun. Mən də sizi və sizin timsalınızda bütün Azərbaycan xanımlarını qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir. İşlərinizdə müvəffəqiyyətlər arzu edirəm. Səlimə xanım, elə istərdim ilk sualı səsləndirim. İlk sualımız ondan ibarətdir ki, əmək münasibətlərində analığın mühafizəsi deyəndə nə nəzərdə tutulur? Və eyni zamanda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qadınların hüquqları ilə bağlı, onların hüquqlarının qorunması ilə bağlı hansı addımlar atılır, hansı maarifləndirici tədbirlər görülür? Beynəlxalq Əmək Təşkilatının analığın mühafizəsi haqqında 1952-ci il konvensiyasına yenidən baxılması haqqında 2000-ci il 15 iyun tarixli Cenevrə şəhərində qəbul edilmiş 183 saylı konvensiyaya Azərbaycan Respublikası 2010-cu ildə 11 may tarixində 1004 nömrəli Azərbaycan Respublikası qanunu ilə qoşulmuşdur. Analığın mühafizəsinin məqsədi əmək sahəsində, əmək fəaliyyəti prosesində qadınların bərabərliyinin təmin edilməsi və eyni zamanda ananın və uşağın sağlamlığının və təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Qeyd etdiyimiz sahələrdə Dövlət Əmək Müfəttişliyi Xidməti mütəmadi olaraq işə götürənlərlə görüşlər təşkil edir. Qeyd etmək istəyirəm ki, 2025-ci il üçün hazırki tarixə 8 işə götürənlərlə görüş planlaşdırılıb. Eyni zamanda işə götürənlərin və vətəndaşların, işçilərin əmək qanunvericiliyi ilə daha yaxşı tanış olması və hüquqlarını daha yaxından öyrənməsi məqsədi ilə sosial şəbəkələr üzərindən də mütəmadi olaraq təbliğat işləri aparılır. Və eyni zamanda Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin pozulmasına dövlət nəzarətini bütün hallarda həyata keçirir. Ümumiyyətlə qeyd etdiniz ki, analığın mühafizəsindən danışdınız. İstərdim ki, bu anlayışı biraz daha açaq. Ki, analığın mühafizəsi dedikdə nə nəzərdə tutulur? Yəni, qadınların hansı hüquqlarından söhbət gedir burada? Analığın mühafizəsi dedikdə hamiləliyə və doğuşa görə məzuniyyət hüququdur, sosial məzuniyyətdir. Eyni zamanda sosial məzuniyyətə görə müavinətlərin ödənilməsi, iş yerinin təhlükəsizliyi, təhlükəsiz iş şəraitinin təmin edilməsi, uşağın yedizdirilməsi, iş yerinin saxlanılması, eyni zamanda iş yerində ayrı-seçkiliyə yol verilməməsi kimi hüquqlar nəzərdə tutulur. Belə başa düşdüm ki, analığın mühafizəsi dedikdə xüsusilə işləyən qadınlar üçün onların əmək hüquqlarının qorunması və qadınların həm hamiləlik, həm də burada doğuş dövründən söhbət gedir də ki, onların müvafiq təminatlarla təmin olunması və onların əmək hüquqlarının qorunması nəzərdə tutulur. Bəs bu qanunvericiliyin tətbiqi necə həyata keçirilir? Azərbaycan Respublikasında əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir və əmək qanunvericiliyinin belə deyək ki, özəyinə əmək məcəlləsi təşkil edir və müvafiq icra hakimiyyəti orqanının, Nazirlər Kabinetinin müvafiq aktlarıdır. Bu kimi belə deyim, aktlar əsasında tənzimlənmə prosesi həyata keçirilir və əmək məcəlləsində qadın hüquqları çox geniş şəkildə təsbit olunmuşdur. Burada xüsusi həssas bir təbəqə kimi hamilə və 3 yaşınadək uşağı olan qadınlar. Bunlara daha həssas yanaşılır və onlara qarşı daha geniş imtiyazlar nəzərdə tutulmuşdu, güzəştlər nəzərdə tutulmuşdu. Tətbiqi zamanı məsəl üçün qeyd etmək istəyərdim ki, çox uşaqlı analara əlavə məzuniyyətlərin verilməsidir. Az öncə də qeyd etdiyimiz kimi hamiləliyə və doğuşa görə məzuniyyətin verilməsidir. Həmçinin hamilə və 3 yaşındakı uşağı olan qadınların eyni zamanda yaş yarımadakı uşağı olan qadınların qısaldılmış iş vaxtında işləməsi məsələsidir. Attestasiya zamanı hamilə qadınlar attestasiyaya cəlb olunmur. Həmçinin uşağının 3 yaşınadək sosial məzuniyyətdə olub, sosial məzuniyyətdən qayıtdıqdan 1 ildən az müddətdə belə deyək, fəaliyyətə cəlb olunmuş şəxslər attestasiya olunmur. Eyni zamanda tibbi rəyə əsasən sağlamlıq vəziyyətindən asılı olaraq hamilə qadınlara hasilat və xidmət normalarının azaldılması da tətbiq olunur. Və bunlar sadalamaqla çox geniş bir mövzudur.
daha geniş imtiyazlar nəzərdə tutulub əmək məcəlləsində. Bir də bizi izləyən izləyicilər arasında qismən ödənişli sosial məzuniyyətdə olan xanımlar da var. Bəs onların iş yerində hüquqları necə qorunur? Onlara hansı qanunlar, hansı qaydalar tətbiq olunur? Qismən ödənişli sosial məzuniyyətlə bağlı qadınların əmək hüquqları Əmək Məcəlləsinin 127-ci maddəsində təsbit olunub və bu maddəyə əsasən uşağa qulluqla bağlı hamilə və deməli uşağa qulluqla bağlı valideynlərdən biri və yaxud ailənin başqa bir üzvü uşağın 3 yaşı tamam olanadək qanunvericilikdə nəzərdə tutulmuş qaydada qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edir. Bu zaman həmin işçinin iş yeri saxlanılır və istədiyi halda bunu belə deyək, tam olaraq da istifadə edə bilər və yaxud ərizəsi əsasında hissə-hissə də istifadə edə bilər. Və ərizəsində qeyd etdiyi tarixdə şəxsin işinə geri qayıtmaq hüququ vardır. Qaydalardan, qanunlardan danışdınız. Bəs hər halda belə hallar olur ki, hansı ki bu qayda qanunları işə götürənlər tərəfindən pozulurlar. Onlara qarşı hər hansısa bir sanksiya tətbiq olunurmu? Onlara hansısa bir cəza tədbirləri həyata keçirilirmi və yaxud da maarifləndirici tədbirlər, görüşlər keçirilirmi onlarla bu barədə məlumatlı olsunlar deyə? Bəli, mütəmadi olaraq az öncə də qeyd etdiyim kimi görüşlər keçirilir və sosial şəbəkələr üzərindən, mətbuat üzərindən maarifləndirmə aparılır. Lakin yenə də oxşar pozuntulara, çoxsaylı pozuntulara yol verən işə götürənlər var. Hal-hazırki dövrdə hüquqları pozulmuş işçilərin müraciəti, şikayəti əsasında əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə işə götürənlər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati qaydada məsuliyyət daşıyır və belə deyək, cərimə tətbiq olunması halları tətbiq olunur. Bir neçə halı qeyd etmək istəyərdim ki, nəinki digər işçilər, hətta hamilələrin belə əmək müqaviləsi bağlanmadan işə cəlb olunması halı var ki, qeyd etmək istəyərdim ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyət yaradır. Məzuniyyətlə bağlı çox pozuntular qarşımıza çıxır. Bu halda yenə də İnzibati Xətalar Məcəlləsi ilə 192.5-ci maddəsi ilə məsuliyyət daşıyır ki, bu da ən çox rast gəlindiyimiz hal ondan ibarətdir ki, çox uşaqlı analara uşaq sayına müvafiq olaraq əlavə məzuniyyətlər verilmir. Və digər əmək mühafizəsi qaydalarının pozulması, istirahət və iş rejiminin düzgün tətbiq olunmaması, iş vaxtında artıq işləri cəlb olunması və əmək mühafizəsi qaydalarının pozulması ilə bağlı çoxsaylı hallarla rastlaşırıq və bəli, İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyətə cəlb olunurlar. Bir də son olaraq istərdim ki, məsələn, qeyd etdiniz ki, inzibati məsuliyyətə cəlb olunurlar. İş yerlərində müəyyən hallar olur ki, qadınların, kişiləri, belə deyim də, işə götürənlər tərəfindən qadınlara qarşı hər hansısa bir tədbirlər həyata keçirilir. Bəs siz, məsələn, son olaraq işə götürənlərə nə məsləhət verə bilərsiniz, nə tövsiyə verərdiniz ki, işləyən çalışan xanımlar, xüsusilə də ana olan qadınlar və yaxud da doğuş dövründə olan xanımlara, belə deyim də, onların fəaliyyətini daha rahat həyata keçirə bilsinlər? Nə kimi tövsiyələr səsləndirərdiniz? Ən çox az öncə qeyd etdiyim kimi rastlaşdığımız hallar müqaviləsiz işçi faktlardır. Əmək münasibətlərinin tənzimlənməsi sırf həmin hissədən başlayır. Müqaviləsiz işçinin, şəxsin işə cəlb olunması yol verilməzdir və bu halda artıq işçinin bütün hüquqları pozulmuş hesab olunur. İlk öncə tövsiyəm olardı ki, heç bir halda əmək müqaviləsi bağlanmadan, rəsmiləşdirmədən əmək münasibətləri başlanılmamalıdır. Digər hallarda iş vaxtının rejiminə ciddi riayət olunmalıdır. Ələxüsus da bu hamilə və 3 yaşınadək uşaq olan analara qarşı daha həssas yanaşılmalıdır. Təbii ki, qanunvericiliyin tələbləri hamı üçün bərabər tətbiq olunur. Amma dediyim kimi, bu şəxslər əlavə imtiyazlı şəxslərdir və onların müəyyən güzəştləri var. Qısaldılmış iş vaxtı tətbiq olunan kateqoriyalar var ki, onlara daha diqqətli olmaq lazımdır. Elə Səlimə xanım, istərdim ki, vətəndaşlardan da bizə gələn suallar var, onları da səsləndirim və siz də o suallara cavablandırasınız. Məsələn, vətəndaşın biri soruşur ki, salam, mən analıq məzuniyyətindən geri qayıtmışam. Amma uşağım narahatdır deyə yenidən analıq məzuniyyətinə geri qayıtmaq istəyirəm. Bu mümkündürmü? Yəni, belə başa düşdüm ki, artıq məzuniyyəti götürüb, qayıdıb geri. Lakin indi nəsə yəqin ki, problemi olub ki, yenidən geri qayıtmaq istəyir. Bu mümkündürmü, geri qayıtmaq? Bəli, mümkündür. Deməli, uşağın 3 yaşı tamam olanadək ananın az öncə qeyd etdiyimiz kimi, hətta uşaq qulluqla bağlı ailənin digər hər hansı bir üzvünün sosial məzuniyyət hüququ var.
və bu 127-ci maddənin 2-ci hissəsində qeyd olunduğu kimi bunu tam və yaxud hissə-hissə ərizəsi ilə müraciət edərək hissə-hissədə istifadə edə bilər və 3 il ərzində yenidən məzuniyyətinə müraciət edib istifadə edə bilər. Təşəkkür edirik. Növbəti sual, hamiləliyə və doğuşa görə analıq məzuniyyətinə çıxarkən ödənişli məzuniyyət pulu 126 gün bayram günlərinə və 6 bazar qeyri-iş günləri çıxarılaraq ödənilir, yoxsa necə? Qeyd olunan müavinətin ödənişi, qeyd olunan ödəniş xəstəliyi vərəqəsi əsasında, belə deyim, tibb müəssisəsinin verdiyi sənəd əsasında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir və orada ödəniş iş vaxtı, iş günlərinin sayına görə hesablanır. Növbəti sualımız, qanunvericiliyə əsasən hamilə qadınların hamiləliyin hansı ayına qədər işə qəbul etmək olar? Bir sual səsləndirir. Maraqlı sualdır. Qadın məsləhətxanasının verdiyi arayışa əsasən əmək qabiliyyətini itirəcəyi dövrə qədər işçi ilə, hamilə xanımla əmək münasibətləri yaratmağa əmək qanunvericiliyi yol verir. Yəni, bu sırf tibbi rəy əsasında tənzimlənir ki, hal-hazırda səhhəti işləməyə icazə verirsə, onunla əmək müqaviləsi bağlanmasına heç bir məhdudiyyət yoxdur. Burada bir maraqlı bir sual var, onu istərdim səsləndirim. Qeyd edir ki, xanım deyir ki, mən iş axtarıram və övladımın yaşı az olduğu üçün çox iş yeri mənlə çalışmaq istəmir. Çünki düşünürlər ki, övladım olduğu üçün işdə onlara çətinlik yarada bilərəm. Əgər xanım evlidirsə, hamilə və yaxud uşağı varsa, o zaman bizi heç kim işə götürməməlidirmi? Maraqlı sualdır. Əmək Məcəlləsinin 240-cı maddəsi ilə qeyd olunan hal tənzimlənir və həmin maddə və ondan sonraki maddələr sırf qadın əmək hüquqlarına belə deyim aiddir. 240-cı maddədə qeyd olunur ki, hamilə və 3 yaşınadək uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmaqdan imtina edilməsi yol verilməzdir. Yəni əmək qanunvericiliyi bunu qadağan edir. Mütləq şəkildə əgər ki işə götürənin həmin vəziyyətdə olan xanımla əmək müqaviləsi bağlamaq üçün münasib iş yeri varsa, əmək müqaviləsi bağlanmalıdır. İmtina edildiyi halda vətəndaşın, xanımın hüququ vardır ki, həmin imtinanın səbəblərini yazılı qaydada işə götürəndən tələb etsin və həmin əldə etdiyi cavabla məhkəməyə müraciət edib öz hüquqlarını bərpa etmək hüququ hər zaman vardır. Növbəti sual, hamiləliyi təsdiq edən sənəd təqdim edildiyi halda analıq məzuniyyətinə çıxma hüququ məhdudlaşdırıla bilərmi? Heç bir halda məhdudlaşdırılmasına yol verilmir. Bu, az öncə də qeyd etdiyimiz kimi, İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət yaradır. 192.5-ci maddəyə əsasən məzuniyyət hüququnun pozulmasıdır. Çünki işçi müvafiq sənədləri təqdim edərək, belə deyək, qadın məsləhətxanasından arayışını təqdim edərək qeyd olunan hüququndan istifadə etmək, belə deyək, hüququna malikdir və mütləq şəkildə məzuniyyət hüququ təmin edilməlidir. Digər bir vətəndaş soruşur, 1 yaş 7 aylıq uşağı olan işçiyə əmək haqqı saxlanılmaqla natamam iş vaxtı müəyyən edilə bilərmi? Vətəndaşlar tərəfindən bəzən natamam və qısaldılmış iş vaxtı anlayışları qarışdırılır. Natamam iş vaxtı, qısa formada izah etmək istəyərdim ki, natamam iş vaxtı zamanı əmək haqqı görülən işin işə sərf olunan vaxta mütənasib ödənilir. Yəni, 1 saat qısaldılırsa, o görülmüş işin vaxtına mütənasib ödənilir. Orada əmək haqqı saxlanılmır. Saxlanılmır dedikdə, yəni həmin hissəyə düşən əmək haqqı çıxılır. Qısaldılmış iş vaxtı isə müəyyən kateqoriyalı işçiləri tətbiq olunur. Buna aiddir hamilə yaş yarımadək uşağı olan qadınlar və yaxud 3 yaşınadək uşağını tək böyüdən valideynlər. Bunlara 1 saat qısaldılma tətbiq olunur. Deməli, həftə ərzində onların iş saatları 36 saatdan artıq ola bilməz. Bu halda əmək haqqı tam iş vaxtına mütənasib ödənilir. Lakin natamam iş vaxtında o işə götürənlə işçinin qarşılıqlı razılığı ilə tənzimlənir və burada qısaldılmış iş günü, qısaldılmış iş həftəsi tətbiq edilə bilər. Lakin dediyim kimi orada ödəniş, əmək haqqı ödənişi sırf görülmüş işə sərf olunan vaxta mütənasib ödənilir. Qeyd olunan xanım barəsində natamam iş vaxtı tətbiq oluna bilər. Əgər ki, tək valideyndirsə, qısaldılmış iş vaxtı da tətbiq oluna bilər. Tək valideyndirsə, bəli, o zaman tam iş vaxtına mütənasib əmək haqqı ödəniləcək.
Növbəti sualı istərdim səsləndirib, sonuncu sualımızdır. Mən mühasib vəzifəsində işləyirəm. Bilmək istəyirəm ki, hamiləliyə və doğuma görə məzuniyyətə çıxmış işçini əvəz etməyə görə əvəz edən işçiyə əlavə ödəniş olunur ya yox? Bu, mən belə başa düşdüm ki, əvəz etmədə olan işçinin yerində çalışır və buna görə əlavə ödəniş olub-olmadığını soruşur vətəndaş. Bütün hallarda öz əmək funksiyasını icra etməklə yanaşı müəyyən bir səbəbdən işdə olmayan digər bir işçinin əmək funksiyalarını icra edən işçiyə əlavə haqq ödənilir. Bu necə tənzimlənir? Deməli, əmək məcəlləsinə əsasən işdə olmayan işçi ilə faktiki işləyən işçinin əmək haqqları arasındakı fərq ödənilir. Lakin digər işçi, işə gəlməyən işçinin əmək haqqı azdırsa və yaxud bunların əmək haqqı bərabərdirsə, o zaman işə götürənlə işçinin qarşılıqlı razılığı ilə müəyyən qədər bir haqq müəyyən edilir, amma mütləq şəkildə əlavə haqq ödənilir. Səlmə xanım, təşəkkürümüzü bildiririk. Vətəndaş suallarımız bitdi və sizə də bir daha gəldiyinizə görə minnətdarlığımızı bildiririk. Çox sağ olun. Mən də təşəkkürümü bildirirəm. Belə bir gün ərəfəsində bu mövzulara birlikdə toxunduğumuz üçün. Belə əziz izləyicilər, bu günləri biz Azərbaycanda analığın mühafizəsi və qadın hüquqları barədə müzakirələr apardıq və əgər siz də əmək hüquqlarınızla bağlı məlumatlı olmaq istəyirsinizsə, bizə müraciət etməkdən çəkinməyin. Biz Dövlət Əmək Müfəttişliyi Xidməti olaraq hər zaman sizləri dinləməyə hazırıq. Və ekranda gördüyünüz kimi Dövlət Əmək Müfəttişliyi Xidmətinin müraciət formaları var. Buyurub bizə istənilən ünvandan, istənilən formada müraciət edə bilərsiniz. Bizim 142 çağrı mərkəzi, dost mərkəzlərinə yaxınlaşa bilərsiniz. Xidmətin sosial şəbəkə hesabları var. Facebook, Instagram və LinkedIn-dən bizə yaza bilərsiniz. WhatsApp nömrəmiz var 010 525 55 45. Elektron poçt ünvanımızı ekrandan görürsünüz və poçt ünvanımızı görürsünüz. Svetlana Məmmədova küçəsi 107 və poçt indeksimizi görürsünüz. Buyurub Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciətinizi ünvanlaya bilərsiniz. Bir daha xanımlarımızı qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. Sağ olun, Dost TV-ni izləməyi unutmayın.